Salam, xoş gördük abinizi. Bugün Logos Lab platformasından 6-cı videomuzun çəkilişinə başlayırıq. Bu günləri izah etmək istədiyim mövzu, birinci mövzu Brain, beyin kompüter interfeysi nədir və beyin kompüter interfeysi ilə süni intellekt və idrak arasında hansı bağlantını qurmaq mümkündür? Birinci anlayış olaraq interfeys anlayışı nədir? Yəni bu ingilis dilindən dilimizə keçmiş olan və elmi terminologiyada istifadə edilən bir termindir. İnterfeys müxtəlif anlamlarda qəbul oluna bilər. Ümumi şəkildə əgər izah edəriksə, bu hər hansı bir iki sistem və ya subyekt arasında qarşılaşma və qarşılıqlı əlaqə nöqtəsini izah edir. Və burada da biz beyin kompüter interfeysi deyəndə, yəni iki müxtəlif subyekt, iki müxtəlif sistem, yəni bunlardan biri beyin, insan beyni, digəri isə kompüter olaraq qəbul edilir. Və burada elə bir beyin ilə kompüter arasında elə bir birbaşa kommunikasiya nəzərdə tutulur ki, burada beyin birbaşa olaraq xarici cihazlar, yəni bu adətən kompüter və yaxud robotik bir sistemlərdir, həmin cihazlar ilə birbaşa əlaqədar olur. Və bu birbaşa əlaqə zamanı insan beynində reallaşan neyronal aktivlik birbaşa olaraq siqnalları kompüterə ötürmüş olur. Yəni əsas məqsəd belə bir sistemin yaradılmasıdır. Yəni bu insan beynindən ayrılan feedback-in kompüterə ötürülməsi zamanı heç bir əzələ sisteminin və ya ətraf sinir sisteminin iştirakını nəzərdə tutmur. İndiki halda biz məsələn beynimizdə hər hansı bir neyronal aktivlik baş verir, müəyyən bir feedback yaranır və biz output olaraq məsələn əzələ sistemimiz işə düşə bilər, yəni əzəllər yığılar və açıla bilər. Biz kompüterin klaviaturada hər hansı bir belə deyək qeydlər edə bilərik, yəni klaviatura vasitəsilə, yəni hər hansı bir düyməni basaraq kompüterə siqnallar ötürə bilərik və nəticədə bizim beynimiz ilə kompüter arasında qarşılıqlı əlaqə formalaşmış olar. Amma beyin kompüter interfeysində biz bu əzələ sisteminin iştirakı olmadan birbaşa qarşılıqlı əlaqənin yaradıla bilməsini nəzərdə tuturuq. Yəni siqnallar əzələ sisteminə ötürülmür və əzəllər vasitəsilə məsələn biz hər hansı bir klaviaturada düymələri sıxaraq kompüterə siqnallar ötürmürük. Yəni birbaşa olaraq siqnallar insan beynindən robotik sistemə və ya kompüterə ötürülmüş olur. Və burada bu yalnız robotik sistemlərin öyrənilməsini həyata keçirən elmlərlə bağlı deyil, bu həm də fəlsəfənin qarşısında bir sıra maraqlı sualların qoyulması ilə nəticələnir. Beləliklə biz bu aspektdən fikirlərimizi davam etdirsək, bu birbaşa olaraq insan beynində cərəyan edən koqnitiv proseslərin hansısa bir şəkildə texnoloji sistemlərə transfer edilməsini nəzərdə tutur. Beləliklə biz robotik sistemlər ilə, yəni süni zəka, süni intellekt sistemləri ilə insan beyni, yəni bioloji intellekt sistemləri arasında bir koqnitiv proseslərin mübadiləsini nəzərdə tutmuş oluruq. Və bu isə öz növbəsində, yəni koqnitiv elmdən başqa həm də zehin fəlsəfəsi və süni intellektin fəlsəfəsi ilə bağlıdır. Və bu deməkdir ki, əgər biz təfəkkür prosesini nəzərdən keçirəriksə, yəni yalnız fəlsəfə və ya koqnitiv elm çərçivəsində, deməli təfəkkür prosesinin özü sadəcə hesablama prosesindən başqa bir şey olmayacaq. Yəni bir halda ki, biz həmin təfəkkür nəticəsində əldə edilmiş olan hər hansı bir ideyaların, hər hansı bir produktların, nəticələrin beyndən kompüterə köçürülməsini nəzərdə tuturuqsa,
Yəni əslində bu müəyyən bir computation, yəni hesablama prosesinin sadəcə olaraq insan beyni və kompüter arasında baş verməsini özündə ehtiva etmiş olacaq. Və buna görə də beyin-kompüter interfeysləri, yəni bu əhəmiyyətli dərəcədə bu süni intellekt texnikləri ilə, süni intellekt fenomeni ilə bağlıdır. Yəni burada biz xüsusi olaraq siqnalların emal edilməsi və modellərin tanınması, yəni şablonların tanınmasını qeyd edə bilərik. Yəni biz beyində baş verən elektrik aktivliyinin, yəni bioelektrik siqnallarının ötürülməsi nəticəsində yaranan neurodinamik aktivliyi müxtəlif cihazlar vasitəsilə qeydə ala bilirik. Yəni neuroelm bu sahədə əhəmiyyətli dərəcədə irəliləyişlərə nail olmuşdur. Məsələn, bu cihazlar EEG cihazı var, ECOG cihazı var, fMRI cihazları vardır. Yəni bu cihazlar vasitəsilə sadəcə olaraq neuronal siqnallar qeydə alınır, amma neuronal siqnalların özü, yəni bu çox ölçülüdür və iki mənalıdır. Yəni onların sadəcə oxunmasını həyata keçirmək üçün, məsələn, süni intellekt alqoritmləri, xüsusilə maşın öyrənmə modelləri bu siqnalların öyrənilməsi, oxunması nəticəsində orada ehtiva edilən datalar interpretasiya edə bilir və nəticədə müəyyən bir modellərin müəyyənləşdirilməsini həyata keçirə bilir və bunun nəticəsində müəyyənləşdirilən modellərin, məsələn, hansı koqnitiv vəziyyətlər və ya niyyətlər və ya sensor qavrayış ilə uyğun gəlməsini müəyyənləşdirə bilir. Yəni süni intellekt proqramları məhz bu neuronal siqnallar üzərində belə bir intellektual əməliyyatlar həyata keçirə bilir. Və nəticədə beyin kompüter interfeysləri, yəni güman ki, ehtimal ki, spesifik neuronal imzaları tanıya biləcək və bu neuronal imzalar əsasında, məsələn, istifadəçinin hər hansı bir kursoru hərəkət etdirmək və ya hər hansı bir sözü demək və ya öz robotik ətraflarını nəzarət etdirmək kimi belə bir feedbackləri oxuya biləcək, tanıya biləcək və bunların həyata keçirilməsini təmin edə biləcək. Yəni gələcəkdə təbii ki, süni intellekt sistemlərinin müxtəlif aspektlərdən tətbiq dinamikasında məhz belə bir imkanların yaradılmasını və yaxud ola bilsin ki, indi artıq mövcud olan imkanların daha da təkmilləşdirilməsini həyata keçirməyə çalışacaq. Və beləliklə biz burada bir qədər əvvəl qeyd etdiyim kimi süni və bioloji intellekt, yəni zəka arasında bir qarşılıqlı əlaqə haqqında danışa bilirik. Yəni bu müasir dövrdə bir tərəfdən süni intellektdən istifadə edərək zehnin şifrələrinin açılmasını həyata keçirə bilir. Digər tərəfdən isə insan idrakının sadəcə insan beyni ilə məhdudlaşmasını aradan qaldırmış olur. Və bu zehin fəlsəfəsində Clark və David Chalmers tərəfindən 1998-ci ildə irəli sürülmüş, yəni genişləndirilmiş zehin hipotezi, extended mind hipotezi ilə üst-üstə düşür. Daha doğrusu bu hipotezin praktik tətbiq sahələrini özündə əks etdirir. Yəni ümumi məzmun bundan ibarətdir ki, beyin öz sərhədləri çərçivəsindən kənara çıxaraq, yəni daha doğrusu zehin beynin sərhədləri çərçivəsindən kənara çıxaraq müxtəlif adətlər, simvollar, texnologiyalar vasitəsilə koqnitiv proseslərin emal edilməsini həyata keçirə bilər və yaxud koqnitiv imkanların genişləndirilməsini həyata keçirə bilər. Məsələn, bu aspektdən biz çıxış edəriksə, siz hər hansı bir sual vermiş olsanız, məsələn, ola bilsin bu sualı mən yaddaşımda canlandıraraq, yaddaşımdan həmin sualın cavablandırılması üçün lazım olan datanı tapmaqda çətinlik çəkə bilərəm. Amma məsələn,
hər hansı bir süni sistem bu istiqamətdə mənə yardımçı ola bilər? Yəni bu sualın cavablandırılması üçün həmin datanı mən öz beynimdən deyil, yəni orqanik sistemdən deyil, məhz robotik sistemə məxsus olan süni bir konteynerdən götürə bilərəm və həmin sualın cavabını verə bilərəm. Yəni prinsip etibarilə mən sualı cavablandırmış oldum. Yəni bu artıq mənim zəkamın, mənim intellektimin süni sistem ilə əlaqələndirilməsi, birləşdirilməsi nəticəsində mümkün olmuşdur. Yəni biz bu aspektdən çıxış edəriksə, deməli zehnin və yaxud koqnitiv imkanların sərhədlərinin genişləndirilməsi, yəni bu yalnız bir metafor olaraq çıxış etmir. Yəni bu genişləndirilmə sözün hərfi mənasında həyata keçirilir. Burada sadəcə olaraq insan beynində cərəyan edən neyronal siqnalların, yəni süni zəka sistemlərində, robotik sistemlərdə olan hesablama arxitekturası ilə birləşməsi, qovuşması lazımdır ki, bu da filosoflar tərəfindən yeni bir termin ilə ifadə edilir. Yəni, bəzən belə bir terminlə istifadə edilir. Bu termin isə nevrotexnoloji hibrid zehin deyilən bir termindir. Yəni hibrid sistem, yəni bu insan beyni ilə robotik sistemlərin süni beyin sistemi arasında olan əlaqəni, birləşməni özündə ehtiva edir. Deməli, bu aspektdən biz çıxış etsək, beyin-kompüter interfeysləri, yəni zehin fəlsəfəsi üçün, eyni zamanda koqnitiv elm üçün xarakterik olan bir sıra konsepsiyalar, məsələn, agentlik, yəni agency, mənlik və embodiment, təcəssüm etdirmə, yəni belə bir konseptlərin məzmununa bir daha yenidən baxmağa vadar edir, yəni insanları, tədqiqatçıları buna vadar edir. Agency deyəndə, yəni bu agentlik deyəndə bu hər hansı bir subyektin avtonom, müstəqil fəaliyyət göstərməsi, qərar qəbul etməsi və sair aspektdən bir müstəqilliyi, bir sərbəstliyi özündə ehtiva edir. Yəni biz mənlik, yəni selfhood, məncə burada xüsusi bir dərinləşdirməyə ehtiyac yoxdur və embodiment deyəndə, yəni burada da əsas diqqət mərkəzində olan insanın öz vücud hərəkətləri, vücudunun hərəkət etməsi, sosial və yaxud təbii bir sistemdə hərəkət etməsi nəticəsində məsələn, qavrayış, sensor təcrübələrin qazanılması, idrak imkanlarının genişləndirilməsi və s. Başa düşülür. Təbii mən qeyd etdiklərim, yəni olduqca ümumi bir izahatlardır. Yəni mövzudan uzaqlaşmamaq üçün, yəni agency, agentlik, mənlik və embodiment, yəni təcəssüm kimi anlayışların məzmununun dərinliklərinə enmirəm. Amma istənilən halda bunlar olduqca vacib bir konseptlərdir, amma biz beyin kompüter interfeysləri vasitəsilə hətta bu ənənəvi konseptlərin özünün belə məzmununu yenidən qiymətləndirməli oluruq. Məsələn, burada əgər biz izah edəriksə, artıq idrakdan deyil, paylaşılmış idrakdan danışırıq, distributed cognition, yəni idrak prosesinin bəzi funksiyaları insan beyni, bəzi funksiyaları isə robotik sistemlərin süni beyni arasında paylaşdırılır və belə bir hesablama prosesi, computational proses nəticəsində, yəni bizdə idrak, dərk etmə prosesi həyata keçirilir. Amma bu idrak, dərk etmə prosesi yalnız bizim beynimizin sərhədləri ilə məhdudlaşdırılmadığına görə bir arada sanki dərk etmə, idrak, yəni iki sistem arasında paylanılır. Yəni distributed cognition, yəni yeni bir termindir. Yəni bu ilk növbədə beyin-kompüter interfeysi kontekstində bir irəli sürülən bir termindir. Eyni zamanda epistemologiya bu fəlsəfənin bilik nəzəriyyəsi haqqında bir sahədir, amma indi izah etdiyimiz, müzakirə etdiyimiz kontekstdə artıq kiborg epistemologiya belə bir yeni termin formalaşır. Yəni kiborg deyəndə bu insanın müxtəlif süni elementləri öz vücuduna, biosisteminə implant etməsi nəticəsində öz imkanlarının genişləndirilməsi nəzərdə tutur. Yəni bu indiyə qədərki elm ədəbiyyatda və ya
fəlsəfə ədəbiyyatda daha çox metafor və ya fictional, yəni təxəyyül gücü olaraq qəbul edilirdi, amma ola bilsin ki, gələcəkdə biz artıq kiborg sistemlərin yaranmasının, yəni bu potensialın gerçəkləşməsinin şahidi ola biləcəyik və bu da öz növbəsində fəlsəfə qarşısında yeni bir araşdırma, yeni bir istiqamətdə araşdırmanın yaranmasına gətirib çıxaracaq. Yəni qeyd etdiyimiz kimi bu artıq kiborg epistemologiyadır. Məsələn, sadələşdirsək, yəni insan beyni nəticəsində əldə edilən biliklər və bunun üzərində qurulan fəlsəfə ilə əgər biz insan beyninə bir çiplər implant edəriksə, beynin funksional sistemini dəyişəriksə, yəni belə bir beyində əldə edilən bilik və onun fəlsəfi qiymətləndirməsi ilə eyni ola bilməz. Bu artıq kiborg epistemologiya domeninə keçidi özündə ehtiva etmiş olacaq. Və bu eyni zamanda, əgər başqa bir terminlə izah etsək, insan və maşınlar arasında zəkanın, ümumi zəkanın, paylaşdırılmış zəkanın, shared intelligence, yəni belə bir formanın yaranması demək ola bilər. Təbii ki, biz hələ bu haqda müəyyən bir mühakimələr irəli sürməliyik, amma bu sadəcə sual olaraq bizim qarşımıza çıxır. Yoxsa biz sadəcə qeyd edə bilərik ki, yəni belə bir sistemdə, yəni beyin-kompüter interfeysi nəticəsində əldə edilə biləcək yeni forma zəkalarda, yəni intellekt sistemlərində, ağıllı sistemlərdə, yəni bütün proseslər sadəcə hesablama səviyyəsində, hesablama tərəfindən həyata keçiriləcək. Yəni təfəkkür deyəcəyimiz bu hesablama tərəfinin gücləndirilməsi deməkdir. Amma bunun əksinə olaraq, yəni hər bir təfəkkürün, hər bir şuur aktının bir fenomenoloji tərəfi də vardır. Yəni fenomenoloji bir dərinliyi vardır. Yəni ola bilsin ki, həmin dərinlik getdikcə etməyə başlayacaq. Yəni bu aspektdən biz çıxış edəriksə, yəni burada da filosoflar arasında yekdil bir rəy yoxdur, yəni müxtəlif yanaşmalar mövcuddur. Məsələn, bəzilərinin fikrincə beyin-kompüter interfeysi bu bioloji və süni idrak arasında artıq yeni bir təkamül prosesidir. Yəni təkamül əgər sadələşdirsək, Homo sapienslə yekunlaşmayacaq. Yəni növbəti mərhələdə artıq Homo sapiensin yeni bir bioloji növlərinin yaranmasını gətirib çıxaracaq. Bu haradasa bir kiborg tipli, yəni belə bir sistemlərin formalaşması olacaqdır ki, bu da ilk növbədə idrak prosesinin, dərk etmə prosesinin təkamül nəticəsində yeni bir pilləyə qalxması demək olacaq. Yəni bu nə dərəcədə təkamül prizmasına uyğundur, prinsipinə uyğundur. Bu özü də mübahisə predmeti ola bilər, amma istənilən halda, yəni qeyd edilən fikir məncə aydındır. Yəni yeni bir insan modellərində, yəni beyinlərinə müxtəlif çiplərin, mikroelementlərin implant edildiyi bir insan modellərində istər idrak, istər şuur, istər digər deyək ki, mental vəziyyəti xarakterizə edən fenomenlər ola bilsin ki, eyni olmayacaq. Yeni bir səviyyəyə, yeni bir mərhələyə qədəm qoymuş olacaq. Yəni bu aspektdən biz çıxış etsək, deməli beyin-kompüter interfeysi əslində süni sistemi ilə qarşılıqlı əlaqədədir. Yəni süni sistemlərin, süni intellekt sistemlərinin, AI-ın inkişaf etdirilməsi, yəni bu artıq onun fəlsəfi cəhətdən həm də analiz edilməsini zəruri edir ki, burada da biz zəruri olaraq beyin-kompüter interfeyslərinə gəlib çıxmış oluruq. Deməli, burada bir halda beyin-kompüter interfeysi deməli insan beynində baş verən neyronal informasiya prosesinin öyrənilməsindən asılıdır. Yəni bu beyində baş verən neyronal proseslərin hansı dərəcədə qeyd etdiyimiz kimi insan beynindən robotik sistemlərə transfer edilə bilmə mexanizmləri üzərində düşünür. Bu isə öz növbəsində insan beyni ilə kompüterin arasında olan, yəni kompüterin süni kontrol sistemi arasında olan sərhədlərin itməsinə gətirib çıxarmış olur. Və burada da biz deməli bunu həm zehin fəlsəfəsi aspektindən baxa bilərik, həm də süni intellekt etikası və texnologiyanın fəlsəfəsi aspektindən araşdırma edə bilərik.
Amma istənilən halda maraqlı bir sahələrdir. Çox güman ki, fəlsəfənin növbəti inkişaf mərhələsi, yəni yaxın 10 ildə, 20 ildə növbəti inkişaf mərhələsi məhz bu aspektləri özündə ehtiva etmiş olacaq. Yəni ənənəvi bir epistemologiya var. Yəni gələcəkdə biz kiborq epistemologiyanı araşdırmağa başlayacağıq. İndiki halda biz zehin fəlsəfəsini insanın fiziki subyekti ilə təcəssüm etdiririk. Yəni beynin sərhədləri çərçivəsində hər hansı bir koqnitiv sistemlər, fenomenal şuur və digər mental sistemlərin araşdırılmasını həyata keçiririk. Amma gələcəkdə bu artıq insan beyni ilə məhdudlaşmayacaq və insan beyninin sərhədlərindən çıxaraq həm də robotik sistemləri də özündə ehtiva etmiş olacaq və s. Və bu da öz növbəsində təbii ki, etik məsələlərin formalaşmasına gətirib çıxarır. Yəni süni intellekt etikası, məsələn, əxlaqi məsuliyyət bu çərçivəyə daxildir. Və təbii ki, texnologiyanın fəlsəfəsindən də biz müəyyən bir elementləri bu müzakirələrə daxil etmiş olacağıq. Hələlik bu aspektdən izah etmək istədiyim məsələlər bunlardan ibarətdir və gələn həftə biz artıq beyin-kompüter interfeyslərinin koqnitiv sistemlərə tətbiq imkanları haqqında danışacağıq və bu zaman yaranan fəlsəfi və etik məsələlərin analizi ilə məşğul olacağıq. Okay, bu gün müzakirə etmək istədiyim növbəti bir məsələ bu ortodoksal din və din fəlsəfəsi anlayışlarının müqayisəli analizidir. Ortodoksal din və din fəlsəfəsi anlayışlarının məzmunu öz aralarında eyniyyət təşkil etmir. Məsələn, xristianlıq fəlsəfəsi ortodoksal xristianlığın, İslam fəlsəfəsi ortodoksal İslamın sərhədlərindən kənara çıxır. Əgər biz xristianlıq fəlsəfəsini sadəcə ortodoksal xristianlıq ilə eyniləşdirsək, eyni zamanda əgər İslam fəlsəfəsini ortodoksal İslam ilə eyniləşdirsək, onda əslində adlarını qeyd etdiyimiz fəlsəfi sistemin məzmununun zənginləşməsinin qarşısını almış olaraq, onları bəsitləşdirmiş olaraq, onları zəngin bir məzmundan, zəngin bir müzakirə sahəsindən məhrum etmiş olaraq. Ortodoksal din mahiyyət etibarilə statikdir və modifikasiya və müasirləşməyə qapalıdır. Məzmun etibarilə isə din fəlsəfəsi ilə müqayisədə o qədər də zəngin deyildir. Yəni, din fəlsəfəsi ortodoksal fəlsəfənin üzərinə digər bir fəlsəfi sistemlərdən götürülmüş olan ideyalar, konsepsiyalar və s. onları da əlavə etməklə daha zəngin bir sistem formalaşdırmış olur. Yəni, biz əgər İslam fəlsəfəsindən danışarıqsa bu bir istiqamətdə, bu xristianlıq fəlsəfəsindən müəyyən bir elementlərin əks edilməsini özündə ehtiva edə bilər. Digər aspektdən biz burada Yunan, Roma fəlsəfəsinin izlərini müşahidə edə bilirik. Daha fərqli bir aspektdən yanaşsaq, burada atəşpərəstliyin müəyyən bir təsir dinamikası izlənilə bilər. Daha fərqli bir istiqamətdən biz Hind fəlsəfəsi ilə İslam fəlsəfəsi arasında müəyyən bir varislik əlaqələrini analiz edə bilərik və s. Yəni, təbii ki, əgər biz bütün bunların hamısını nəzərə almış olarıqsa, deməli, din fəlsəfəsi, yəni bu ortodoksal dindən daha genişdir, yəni müzakirə predmeti çox tərəflidir, daha dinamikdir və müxtəlif interpretasiyalar üçün daha açıqdır. Və bu aspektdən biz yanaşsaq və fikirlərimizi davam etdirsək, yəni din fəlsəfəsi əksinə, yəni ortodoksal din ilə müqayisədə daha dinamikdir. Cəmiyyət modifikasiya və müasirləşməyə məruz qaldıqca bütün bu proseslərə paralel olaraq o da onlardan geri qalmamaq üçün, yəni müasirləşmə prosesi ilə uzlaşmaq üçün müəyyən bir yeni interpretasiyalara, yeni modifikasiyalara müraciət etməli olur. Və bu kontekstdə ortodoksal din anlayışının məzmununa aid etdiyimiz mühüm atributların əhəmiyyətli bir hissəsi bu din fəlsəfəsinin məzmunundan ora transfer edilmiş atributlardır. Yəni biz adətən dindən danışan zaman, ortodoksal dindən danışan zaman
çox zaman fərqində olmuruq da, yəni bu konsept, bu anlayış dinin özünə xasdır, yoxsa bu sadəcə olaraq dini fəlsəfədən ora transfer edilmiş olan, yəni əslində dinin ilkin variantında orada öz əksini tapmayan anlayışlardır. Yəni adətən biz bu ayrılmanı diqqət mərkəzinə gətirmirik, amma fəlsəfi analiz üçün bu olduqca vacib bir elementlərdəndir. Başqa sözlə, ortodoksal dinin qazandığı zənginliyin əhəmiyyətli bir hissəsi əslində din fəlsəfəsi sayəsində mümkün olub. Əgər din fəlsəfəsini aradan qaldırmış olarıqsa, onda ortodoksal din, yəni sadəcə dini mətnlər, rəvayətlər, dini qanunlar sistemi ilə məhdudlaşmış olar və bu da dinin zənginləşməsinin qarşısını alacaq bir amil ola bilər. Amma din fəlsəfəsi bu rasional və yaradıcı şəkildə ortodoksal dinin interpretasiyası, yəni onun qismən təkzib olunması, qismən təsdiq olunması, qismən digər dini, fəlsəfi, elmi və sair sistemlər ilə sintezindən ibarətdir. Yəni bu haqda, yəni İslam fəlsəfəsi kontekstində bir qədər əvvəl, yəni olduqca ümumi şəkildə olsa da müəyyən bir mənzərə formalaşdırmağa çalışdıq. Və ortodoksal din adətən dinə sonradan əlavə edilmiş bu interpretasiya və sintezi təksib etməyə, dini onun ilkin halına qaytarmağa çalışır. Yəni bu ortodoksal dinin ona xas olan əsas atributlarından biridir və nəticə etibarilə bu dini fundamentalizmin təzahür etməsi ehtimalını artırır. Yəni burada dini fundamentalizm artıq bu siyasi ideologiya deməkdir. Yəni siyasi ideologiyaların müxtəlif növləri və ya formaları vardır. Məsələn, liberalizm, konservatizm, feminizm, faşizm, sosializm, kommunizm, ekologizm və bunlardan biri də dini fundamentalizmdir. Və dini fundamentalizm anlayışının kökündə dayanan fundament, yəni bu kontekstdə dinin əsası kökü zəruri şəkildə mühafizəkarlıq elementlərini ehtiva etdiyindən, çünki statik, dəyişilməz qalaraq bir neçə 10 əsrlik tarixə malik ortodoksal dinin özündə daşıdığı məzmun ilə dinamik, modifikasiya və müasirləşməyə məruz qalmış cəmiyyətin özündə daşıdığı məzmun arasında yaranmış olan böyük boşluğu, dərin uçurumu doldurmaq praktik cəhətdən mümkün deyildir. Deməli, bu müasir anlamda əsasən neqativ məna kəsb edib, yəni dini fundamentalizm, yəni əgər bir siyasi ideologiya kimi nəzərdən keçirilərsə, yəni burada dini fundamentalizm, yəni pozitivdən daha çox neqativ anlam kəsb edəcək bir atributları özündə ehtiva etmiş olur. Belə ki, dini fundamentalizmdə qeyd edilən boşluğun zorakı yolla qapadılması üçün dini radikalizmə meyl güclüdür. Məntiqi cəhətdən isə dini fəlsəfənin müəyyən zəngin məzmuna malik olması vasitəsilə ortodoksal dinin müasir qlobal sivilizasiyadakı mövcudluğunun zəruriliyini əsaslandırmaq qüsurludur. Yəni ola bilsin ki, biz dini fəlsəfəni olduqca zəngin hesab edirik, amma bu zənginlik onun fəlsəfi interpretasiya müstəvisində qazanmış olduğu zənginlikdir. Yəni bu birbaşa olaraq ortodoksal dinin, yəni dinin fundamentinin özündə belə bir zənginliyin olmasına dair məntiqi nəticə çıxarmağa imkan vermir. Eyni şəkildə ortodoksal dinin müasir qlobal sivilizasiyadakı mövcudluğunun zəruriliyini inkar etməklə din fəlsəfəsinin özündə daşıdığı bütün zənginliyi tamamilə inkar etmək qüsurludur. Yəni bir dinə inanmamaq, dini qəbul etməmək, yəni dini fəlsəfənin də inkar edilməsinə dair bir məntiqi nəticənin çıxarılmasına imkan vermir. Çox güman ki, müasir qlobal sivilizasiyada mövcud olması zəruri olan şey, yəni bu ortodoksal dinlərdən daha çox özündə rasional və yaradıcı şəkildə ortodoksal dinin interpretasiyasını, onun qismən təsdiq, qismən təkzibini, qismən də digər dini, fəlsəfi, elmi və sair sistemlər ilə sintezini ehtiva edən sinkretik bir dini fəlsəfi hərəkatlardır. Yəni dini fəlsəfi hərəkatlar, yəni ola bilsin ki, bu ortodoksal dinin sərhədlərindən çox-çox kənara çıxmış olur, amma qeyd edilən səbəblərdən onun daxilində daha belə deyək, zəngin,
müasir dövr ilə uzlaşa bilən, müəyyən bir interpretasiya və modifikasiyaları həyata keçirən məzmuna rast gəlmək mümkündür. Yəni bizim burada qeyd etdiklərimiz, yəni bu gün üçün məncə kifayət edər. Yəni bu olduqca maraqlı bir sahədir. Yəni ortodoksal din və din fəlsəfəsi, yəni bu mövzunun genişləndirilməsinə, üzərində daha da çox dayanılmasına ehtiyac vardır. Yəni biz sadəcə indiki müzakirəmiz vasitəsilə ola bilsin ki, yeni bir istiqamətdə düşüncələr üçün müəyyən bir impulslar verməyə çalışdıq. Suallarınız olarsa ünvanlaya bilərsiniz. Diqqətinizə görə minnətdaram. Hələlik.